Gürcüstanda kilsələrə, bütün 440-a yaxın kilsə, məbəd və məscidlərə pulsuz qaz verməyə başlamışıq. Kilsələrə, bəli. O kilsələrin içərisində erməni kilsəsi. Bəli, erməni kilsəsi də var. Onlar da pulsuz qazla təmin edilir. Dövləti sevənlər, dövlətə sadiq olanlardır. Sizə heç də bir söz deyəcəm, baxın, diqqət edin. Bu Nardaran kəndinin qazı yoxdur. Qaz verilmir. Amma televiziyada o gün bazar günü hesabatda baxanda həmin o dövlətin məmuru deyir, Gürcüstanda erməni kilsəsinə Allaha xatir qaz verir. Allaha xatir. Və ermənilər deyir, bizim düşmənimiz deyil erməni xalqı. Onların hakimləri bizim, o birlikdə hakimləri. Necə erməninin xalqı düşməndir? Bugün bizim balalarımızı, əskərlərimizi cəbhədə öldürənlər erməni əskəri deyil. Onlar məgər güllə atırlar bizim əskərlərimizə. Həmin erməni xalqı deyil ki, bizə tarix boyu zülm edib, xəyanət ediblər. İndi siz bundan nə demək istəyirsiniz? Xalq bir görsün də bu nə anlam daşıyır, bu nə məna daşıyır? Yəni erməni kilsəsinə Allah